Salam hər kəsə, əziz şagirdlər. Mən Kərimov Elşən. Artıq Elm və Təhsil Akademiyasında 2-3 may tarixlərində bir sınaq imtahanı təşkil edəcəyik. Bildiyiniz kimi 2025 ELFO final mərhələsi 2 günlük imtahan kimi təşkil olunacaq. Bildiyimiz kimi həmçinin beynəlxalq səviyyəli olimpiyatlar bu şəkildədir. Biz də ilk dəfə olaraq bu tipdə uyğun bir sınaq imtahanı keçiriləcək. Sınaq imtahanımızın tarixləri 2-3 may tarixlərində olacaq və hər gün şagirdlərə uyğun olaraq 3 sual təqdim olunacaq. 4 saat vaxt yarım şagirdlərin vaxtları olacaq ki, verilmiş problemləri cavablandırsınlar. Həmçinin 3 may tarixində də bu sınağın ardı olacaq. Bu sınaq keçən ildəki sınaqlardan fərqli olaraq ilk dəfə olaraq keçirilir. Çünki artıq 2025 final modelimiz bu şəkildədir. Bundan əvvəlki illərdə bu şəkildə mümkün deyildi və hər gün 5 sual təqdim olunurdu ki, şagirdlərə həmin vaxt müddətində şagirdlər həmin sualları cavablandırsınlar. Sizlər də bizim sınaq imtahanımızda iştirak edərək final öncəsi özünüzü yoxlamaq məqsədi ilə həmin imtahanda, yəni öz nəticələrinizə uyğun olaraq qeyd edə bilərsiniz. Həmçinin qeyd eləmək istəyirəm ki, həmin sınağın izahı şəxsən mənim tərəfimdən veriləcəkdir. 2 gün bitdikdən sonra həmin günün axşamı həm nəticələriniz elan olunacaq, həmçinin həmin suallarda izah olunacaqdır. Bu qədər.